Salam, hər vaxtınız xeyir olsun kanalımın dəyərli izləyiciləri, əziz şagirdlər, blok imtahanına hazırlaşan şagirdlər və əziz həmkarlar. Çoxdan öncə ədəbiyyat videoları çəkmirdim və istək üzərinə bugün mən sizə Molla Pənah Vaqifin Hayf ki yoxdur qoşmasının təhlilini verəcəm. Və təhlilə keçid etməzdən əvvəl qeyd edeyim ki, ekranda gördüyünüz nömrənin WhatsApp ilə əlaqə saxlayaraq həm onlayn, həm də əyani dərslərimiz haqqında məlumat ala bilərsiniz. Bundan əlavə videonu izləyirsinizsə, videodan faydalanırsınızsa, videonu bəyənməyi, kanala abunə olmağı, şərh yazmağı, videonu paylaşmağı və fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Qeyd edeyim ki, Hayf ki yoxdur qoşmasının tarixçəsi haqqında maraqlı faktları da qeyd edəcəm sizin üçün və sizin bilmədiyiniz bəzi məsələn nüanslar var ki, onu biz dərslikdə demirik, amma onları araşdırıb sizin üçün ətraflı şəkildə təhlil edəcəm qoşmanı. İlk əvvəl keçək, həyatı əks etdirmə növü hansı növdədir? Bir dəqiqə qələmi tənzimləyək. Aha. Həyatı əks etdirmə növü deyirik. Çox nazik oldu. Aha. Həyatı əks etdirmə növü lirik növdədir. Bilirsiniz ki, janrı qoşmadır. Qoşmanın ümumiyyətlə qafiyə quruluşu necə olur? Qafiyə quruluşu təbii ki, birinci bənddə demək, ikinci və dördüncü misralar həm qafiyə, birinci və üçüncü misralar sərbəst olur. Digərində isə, yəni digər bəndlərdə isə 2, 3, 4-cü bəndlərdə isə artıq demək, ilk 3 demək, misra öz arasında qafiyələnir. Sonuncu misra, yəni dördüncü misra birinci bəndin ikinci və dördüncü misraları ilə həm qafiyə olur. Yəni, məsələn, A, B, C, B şəklində bu birinci bənd, sonraki bəndləri isə məsələn C, 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 B formasında, D, 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 B formasında və bu demək, minvalla davam eləyir. Vəzni təbii ki, vəzni heca vəznindədir. Mövzusu isə Azərbaycan kəndinin keçmişi və onun sakinləri haqqındadır. Yəni, keçmiş həyatı və sakinləri haqqında. İdeyası Kür qırağının bənzərsiz təbiətinə vurğunluqdur ki, şair bunu həqiqətən də təbii lövhələrlə bizə çatdıra bilmişdir. Diyarda olan yoxsul həyat tərzi, insanların acınacaqlı vəziyyəti, yəni bir növ elə bir ki, həmin o təsvir ifadə vasitələri ilə bərabər orada olan təbii sərvətlərlə bir növ yəni yaşayışı bir-birinə təzad şəklində vermişdir. Problem əhalinin acınacaqlı həyat tərzində yaşaması, həyat yaşaması və ictimai mövzulu şeirdir. Bu arada qeyd edeyim ki, Hayf ki yoxdur, ictimai mövzuludur və rədif əsasındadır. Rədif burada Hayf ki yoxdur sözü burada rədifdir. Hər bir bəndin sonunda təkrarlanan qafiyədən sonra, yəni tamaşası, obası, libası sözlərindən və digərlərində də olduğu kimi bunlar hamısı qafiyə təşkil edən sözlərdir və qafiyədən sonra da təkrarlanan söz Hayf ki yoxdur. Bu şeirdə rədifdir və şeir rədifin adı ilə adlandırılmışdır. Hər bir bəndin misra daxili bölgüsünə də toxunacam. Hər bir bənd ümumiyyətlə qoşmada olduğu kimi 11 hecadan ibarətdir, amma birinci misra isə 12 misradan ibarətdir. Bunu yadınızdan çıxartmırsınız. Yəni ilk misra demək qoşmanın strukturundan biraz kənara çıxır. Yəni 11 heca yox, 12 hecadan ibarətdir. Və hər biri misra daxili bölgülərində, məsələn, qış günü qışlağı, qıraq basanın, gözüdür aranın, cümlə cahanın, belə gözəl yerin, gözəl məkanın, bir gözəl obası, Hayf ki yoxdur. Gəlin hesablayaq. 1, 2, 3, 4, 5, 6, üstə gəlmək 2, 3, 4, 5 formasındadır. Digərlərində eyni qayda ilə saysaq, görəcəksiniz ki, 6 plus 5 formasındadır. Və digərlər bəndlərdə o qaydada. Amma bir neçə bənd var ki, burada. Bunlarda artıq yəni qafiyə qurulur, daha doğrusu misra daxili bölgüsündə biz kənara çıxma hadisəsini görürük. Məsələn, bir dəqiqə həmin o hissələri deyim. Ucu əşrəfli bulut kimi saç, dal gərdəndə hər hörüyü bir qulaç. Dal gərdəndə hər hörüyü bir qulaç. Bu 4 üstə gəl 4, üstə gəl 3 formasındadır yəni. Amma ucu əşrəfli bulut kimi saç, baxın 1, 2, 3, 4, 5, 6, üstə gəlmək. Bu da 5 formasındadır. Digərləri də 6 plus 5 formasındadır. Amma bir tək burada, bir də zər haşiyə al nimtənə üstündə. Zər haşiyə al nimtənə üstündə. Bu da 4 üstə gəl 4, üstə gəl 3 formasındadır. Bax, bu formada demək misra daxili bölgüsü var. Amma digərlərində isə artıq 6 plus 5 formasını biz görə bilirik. Bundan əlavə qeyd edeyim ki, bu hissələrdə qeyd edərsiniz özünüzdə. Bundan əlavə qeyd edeyim ki, şeirin demək biz
dərslik hissəsində, yəni dərslikdə sadəcə və sadəcə 7 bəndi ilə tanış oluruq. Amma yerdə qalan bəndlər, yəni 4 bənd, şeirin çünki orijinalı 11 bənddən ibarətdir. Yerdə qalan 4 bəndi isə mən burada yenə də onların izahını verəcəm sizə. Burada dərsliyə əlavə edilməyib hissəsi yazdığım bəndlər, onlar demək dərsliyə daxil olunmayan hissələrdir. Onların da izahlarını birgə mən sizin üçün verəcəm. İndi isə keçək, yəni məzmun üzrə nə demək istəyir bizə? Bildiyiniz kimi şeirin yaranması ilə bağlı rəvayət mövcuddur. Qarabağ xanı İbrahim Xəlil xan, vəziri Vaqif də daxil olmaqla böyük bir atlı dəstəsinə Kür qırağında obaların birində istirahət eləməyə gedir. Və xanın getməsi, yəni bu diyardan getməsi uzun çəkdiyi üçün və xalqın da xanın qulluq etmək əziyyətindən xilas olmaq üçün baş vəzirə yaxınlaşaraq, yəni Vaqifə yaxınlaşaraq ondan bir qoşma yazmasını demək istəyirlər ki, yəni buranı elə bir formada təqdim etsin ki, xanın gözündən düşsün, xan buradan tezliklə getsin. Bizə kitablarda, dərslikdə verilən hissə budur. Amma mən biraz araşdırma etdim. Ədəbiyyatşünas Salman Mümtazın xüsusi qeydləri var bu barədə və o tarixçi Mirzə Yusif Qarabağiyə istinad edərək söyləyir ki, əslində Vaqifin yazdığı, yəni İbrahim Xəlil xanının həmin obadan getməsi üçün yazdığı ilk qoşma bu deyil. Bundan əvvəl bir qoşma yazır və o qoşmanı xanəndələrə verirlər ki, məclisdə ifa etsinlər. Həmin o qoşmanın İbrahim Xəlil xana bir təsiri olmur. Həmin o qoşmada belə idi ki, siyah tel görmədim Kür qırağında, məgər heç yaşılbaş olmaz bu yerdə, tərlan könlüm yenə uça dağlara, havalanıb hərgiz qalmaz bu yerdə. Bu diyarda kəlağayı yox, kətan yox, sinəm yatan müjgan oxun atan yox, sərxoş durub bir nəzakət satan yox, heç sövdəgar fayda verməz bu yerdə. Bunun əslində davamı da var. İstəsəniz qeydləri axtarıb oradan tanış ola bilərsiniz. Sadəcə qeyd eləmək istədim ki, sizə 2 bəndin deməklə ki, bu, yəni hayf ki yoxdur qoşması ilə bu qoşmanı bir müqayisə eləyək. Əslində burada da görürsünüzmü, yeri bir növ yeri, sonra məkanı necə deyim, təbliğ eləmir əslində. Yəni xanın getməsi üçün birinci yazdığı bu qoşmada da eyni şeylər təkrarlanır. Amma xana təsir etmir. Müğənnilər oxusa da xana təsir etmir və artıq ikinci dəfə hayf ki yoxdur qoşmasını yazır və bundan sonra xana birbaşa bu şeir necə təsir eləyirsə, dəstəsinə hay vurur ki, yəni buradan getmək zamanıdır. Birbaşa yəni oradan gedirlər. Yəni bizə göstərmək istədiyim o idi ki, bizə yəni verilən həmin o ki, dərslikdə deyirlər ki, bunu yazıb oradan getmək üçün, amma bundan əvvəl də bilin ki, yəni qeydlərdə olduğu kimi tarixə əsaslanaraq qeyd edirəm ki, bundan əvvəl də bir qoşma yazır, dediyim qoşmanı. Həmin o qoşmanın da bəndləri çoxdur. Sadəcə 2 bəndini dedim mən sizə. İndi isə keçək burada nə deyir bizə? Kür qırağının əcəb seyrəngahı var, yaşılbaş sonası hayif ki yoxdur. Ucu tər cığalı siyah tellərin hərdən tamaşası hayif ki yoxdur. Baxın, burada deyir ki, ucu tər cığalı siyah tellərin. Birincisi görək ki, cığa nədir? Cığa ümumiyyətlə başın önə, yan tərəfə tökülən telləridir. Başın önə və yan tərəfə tökülən hissəsinə deyirlər cığa. Burada da tər, yəni təzə mənasındadır da. O başın ön hissəsindən, yan tərəfdən tökülən o hissələr olur. Onlar axı yəni xırda tüklər olur, xırda saçlar olur. Onlara tər mənasında deyir. Deyir ki, yəni burada Kür qırağının əcəb seyrəngahı var, yəni gözəl mənzərəsi var mənasında. Yaşılbaş sonası amma yoxdur. Ucu tər cığalı, yəni saçın önə tökülən bu qara tellərin hərdən tamaşası hayif ki yoxdur. Yəni onlara hər an tamaşa etmək mümkün deyil. Qış günü qışlağı qıraq basanın, gözüdür aranın, cümlə cahanın. Belə gözəl yerin, gözəl məkanın, bir gözəl obası hayif ki yoxdur. Yəni burada deyir ki, qış günü, yəni qıraq basanın, hansı ki aranın və cümlə cahanın gözüdür. Yəni qış günü qıraq basanın qışlağı, aranın və cümlə cahanın gözüdür. Belə gözəl yerin, gözəl məkanın, amma bundan başqa, yəni bir gözəl obası hayif ki yoxdur. Yəni təkcə elə qıraqbasandır buranın gözəlliyi. Bundan başqası yoxdur, yəni o mənada deyir burada. Elə gözəl var bunların içində, ələ düşməz hər güz çini maçində. Söyləgən, oynağan dürüst biçimdə, bəzəyi libası hayif ki yoxdur. Burada deyir ki, elə gözəllər var ki, bunlar çini maçında ələ düşməz. İndi mən sizə izah eləyim ki, bu Çin əslində bildiyimiz Çini nəzərdə tutur.
Çin. Amma Maçin hara deyilirdi? Maçin Mancuriyadır. Bu Çində tarixi ərazidir. Yəni tarixi ərazinin adıdır. Ərazinin adı da Mancurlar adlı xalqdan gəlir. Yəni keçmiş xalq ədəbiyyatında da bu əraziyə, yəni Mancuriya yox, Maçin deyirdilər. Ona görə Vaqif burada, yəni Çin Maçin, Çinin o ərazisində olan tarixi bir yerin adını çəkir əslində. Ki deyir ki, yəni bunların içində elə gözəllər var ki, onlar, yəni Çində də, Mancuriyada da ələ düşməz. Söyləyəndilər, oynağandılar, dürüst biçimdədirlər, amma bəzəyi libası hayf ki yoxdur bunların. Çoxdur ağ bədənli, büllur buxaqlı, lalə zənaxdanlı, gönçə dodaqlı. Amma şirin dilli, açıq qabaqlı, könül aşinası hayf ki yoxdur. Bax, dərsliyə daxil edilməyən bu hissədə deyir ki, ağ bədənli, büllur buxaqlı, lalə zənaxdanlı, zənaxdanda çənədə yanaqda olan batıq mənasındadır. Çənədə, yanaqda olan batıq mənasındadır. Aha, deyir lalə zənaxdanlı, gönçə dodaqlı, dodağı gönçə, çənəsində batıq olan, lalə kimi olan, büllur buxaqlı olan, ağ bədənli olan çoxdur, şirin dilli olan, açıq qabaqlı olan çoxdur, amma könül aşinası, könül həmdəmi burada yoxdur. Havasından torpağının yerinin, dadızmaz dəhanın ləb şirinin, pəri çoxdur, nə fayda heç birinin, adamlıq ədası hayf ki yoxdur. Burada əslində qeyd eləmək istədiyi o idi ki, baxın burada deyir ki, ucu bir dəqiqə, havasından torpağının yerinin, dadızmaz dəhanın, dəhan burada ağızdır. Ağız, ləb şirində, şirin ləb, dodaq, ləb dodaqdır. Ləb dodaq mənasındadır. Havasının yerinin və deyir ki, dadızmaz dəhanın ağzının, şirin dodaqlarından pəri burada çoxdur. Amma nə fayda ki, heç birinin adamlıq ədası yoxdur. Yəni burada adamlıq ədası yoxdur mənasında onu deyirdi ki, bir yaxın gəlməkləri, bir necə deyim, o mənada əslində deyirdi burada ki, adamlıq ədası hayf ki yoxdur. Yəni o mənada. Ucu əşrəfili bulut kimi saç, dal gərdəndə hər hörüyü bir qulac, kəlağayı əlvan, qəsabə qıyğac, altından cunası hayf ki yoxdur. Baxın, burada deyir ki, ucu əşrəfili bulut kimi saç, saçı nəzərdə tutur burada. Dal gərdəndə, gərdən bilirsinizmi nədir? Boyun mənasındadır, yəni burada boyun. Yəni boynunun deyir ki, dal gərdəndə, boynunun dalında hər hörüyü bir qulac. Qulac nədir? Qulac əslində ölçü vahididir. Yəni qolları açdıqda bir əlin barmaq ucundan digər əlin barmaq ucuna olan biləcək qədər məsafəni nəzərdə tutur. Yəni bunu ədəbiyyatımızda bəzi mənbələrdə 150 sm ya 142 sm, bəzilərində 177 sm-ə bərabər eləyirdilər. Amma bəzilərində də dirsək sümüyünün uzunluğu qədər hesab eləyirdilər. Yəni 40-46 sm-ə qədər götürürdülər. Sadəcə indi burada ölçü vahidi kimi deyir ki, yəni boynunun dalında olan hörüyü bir qulacdır. Təsəvvür indi qollarınızı açanda bir barmaq ucundan digər barmaq ucuna olan məsafə nə qədərdirsə, hörüyü o qədərdir, yəni. Kəlağayı əlvan, qəsabə qıyğac. Burada qəsabə bilirsinizmi nə mənasındadır? Köhnə zamanlarda qadın paltarlarının yuxarıdan aşağıya doğru bəzəkli yaxalıq idi. Yaxalıq. Yəni salınan yaxalıq mənasındadır burada. Qıyğacı isə bilirsiniz nədir? Yəni çəpinə kəsilmiş mənasındadır. Çəpinə kəsilmiş. Hə, burada deyir ki, ucu əşrəfili bulut kimi saçı var, boynunun ardında hər hörüyü bir qulac kimidir, kəlağayı əlvandır, çəpinə kəsilmiş yaxalığı var, amma altından cunası hayf ki yoxdur. Cuna bilirsinizmi nədir? Əslində tənzif və tül mənasını ifadə eləyir cuna sözləri, amma burada tül mənasındadır, tənzif mənasında deyil. Yəni onu biləsiniz. Deyir ki, yəni altından cunası, tülü hayf ki yoxdur. Zər haşiyə al nimtənə üstündə. Xallar üz yanında, çənə üstündə, buxağın altında, sinə üstündə, zülfün burulması hayf ki yoxdur. Baxın, indi burada nə deyir bizə? Zər haşiyə, yəni zər bilirsiniz nə mənadadır da, zər, qızıl mənasında. Qızıl mənasındadır. Haşiyə, paltarın kənarında rəngi, materialı və yaxud da o, necə deyim, fərqlənən, yəni zolaq mənasındadır. Yəni zolaq. Zər haşiyə, zolaq. Al nimtənə üstündə. Nimtənə üst geyim mənasındadır. Üst geyim mənasındadır burada nimtənə.
Deyir ki, xallar üzərində çənə. Hə. Burada deyir ki, qızıl zolaqlar üst geyimin üstündədir. Al, qırmızı. Qırmızı geyimin. Qırmızı üst geyimin üstündə zər haşiyə, xallar üz yanındadır, çənə üstündədir. Buxağın altında sinə üstündə, zülf burada saçdır. Saçın burulması. Hayif ki, yoxdur yəni. Sonra, laçın təki başda ala tomağa. Yaşmağa, tutmağa, dişə dodağa. Cəllad kimi durub qabaq-qabağa, baxıb can almağa hayif ki, yoxdur. Burada deyir ki, laçın təki başda ala tomağa bənzədir bunu təbii ki burada. Yaşmağı, dişə dodağa tutmağı yoxdur. Cəllad kimi durub qabaq-qabağa, baxıb can almağa hayif ki, yoxdur. Yəni, bunlar insanın qabağında durub özlərini nümayiş elətdirməsi yoxdur yəni bunlarda. Çünki yorğunuyam mən bu yolların, qaydasını billəm hər üsulların. Gümüş biləklərin, bəyaz qolların, sarı kəhrabası hayif ki, yoxdur. Burada deyir ki, çünki yorğunuyam mən bu yolların, yəni mən bu yolların yorğunuyam, gedib gələniyəm, qaydasını billəm bu üsulların. Yəni burada gümüş biləklərin, bəyaz ağ qolların, sarı kəhrabası hayif ki, yoxdur. Yəni bu da yoxdur bunlarda sarı kəhraba. Ayna tutub hərdən camal görməsi. Zülfə zənəxdana sığal verməsi, səhər ala gözün siyah sürməsi, əlinin hənası hayif ki, yoxdur. Yəni, burada deyir ki, burada birincisi zülf saç mənasındadır, onu qeyd eləyək, saç. Burada zənəxdan, yenə də deyirəm, çənədə olan, çənədə, yanaqdakı batıq. Yanaqdakı batıq mənasındadır. Aha. İndi burada deyir ki, bunların hərdən ayna, güzgü tutub özlərini görməyi, sonra saçına, sonra nə bilim çənəsindəki o batığa sığal verməsi, sonra səhər durub gözlərinə siyah sürmə çəkməyi, əllərinin hənası heyif ki, yoxdur. Yəni bunların heç biri bunlarda yoxdur. Vaqif haqdan dilər lütfü kərəmlər, belə yerdə qalan vallah vərəmlər. Yenə yada düşdü bizim sənəmlər, getməyin binası hayif ki, yoxdur. Baxın, burada deyir ki, dilər lütfü kərəmlər. Lütf köməklik mənasındadır. Köməklik mənasındadır. Kərəm mərhəmət mənasındadır. Mərhəmət mənasındadır. Yəni, baxın, burada müraciət eləmir. Bir şeydə, yəni diqqətdən kənarda saxlamayın. Vaqif özünə müraciət eləmir. Sadəcə adını çəkir burada. Vaqif haqdan mərhəmət, köməklik dilər. Belə yerdə qalan vərəmləyər. Yenə bizim sənəmlər yada düşdü deyir. Getməyin binası hayif ki, yoxdur. Bizim öz sənəmlər dediyi, bizim sənəmlər saray xanımlarını nəzərdə tuturdu əslində. Saray xanımları. Yəni, saray xanımları ilə əslində buradakı xanımları qarşılaşdırırdı. Və təbii ki, üstünlüyü saray xanımlarına verirdi. O da yenə də deyirəm, İbrahim Xəlil xanım buradan getməsi ilə bağlı öz əksini tapmışdı. Yəni, burada qadınların zahiri görkəmlərinin tərənnümünə yer verilmişdi. Eyni zamanda kənd qızlarının o şux davranışları, sonra belə gözəllərin heç yerdə olmamağını demişdi. Amma bir növ desə də bir təzad yaradırdı. Yəni, var, yoxdur, var, yoxdur. Görürsünüzmü? Bu formada yəni davam edir şeir. Yəni, əsərdə əksini tapmış ictimai mətləblər olsun, şairin kədər təəssüf hisslərinin səbəbi kənd qızlarının geridə qalması idi əslində. Ki, onlarda, yəni, baxın, görürsünüz, deyir ki, yəni, burada hər şey var, amma altından cunası yoxdur, zülfün burulması yoxdur. Yəni, bunları qeyd edir əslində ki, yəni, bir də təbii Kür qırağının təbii o, necə deyim, imkanları ilə xalqın yaşayışı ziddiyyət yaradırdı burada. Və həqiqətən də seçdiyi misralar da bir, necə deyim, gözəllik yaratmağa vəsilə olmuşdu. Ümumiyyətlə, Vaqif yaradıcılığı ilə Azərbaycanın dilinin gözəlliyi ortaya çıxmışdı, belə deyərdim. Yəni, o qədər səlis, gözəl ifadələr seçmişdi ki, öz dilimizdə olan ifadələr seçmişdi ki, işlətmişdi ki, yəni, təzə ifadələr işlətmişdi və Azərbaycan dilindən kənara çıxmamışdı. Ona görə, yəni, dilin zənginləşdirilməsində həqiqətən də Vaqifin misilsiz rolu vardır. Demək, şeirin izahı bu qədər. Videonu bəyənin, kanala abunə olun, şərh yazmağı, videonu bəyənməyi və paylaşmağı unutmayın. Sağ olun.